İmam Əli əleyhissalam buyurur, Allahı yada salmaq ağlı sakit edər, qəlbi aydınlandırar və onun rəhmətini yerə endirər. İmam Əli əleyhissalam zikrin iki növünü bizə tanıtmış və buyurmuşdur. Zikir iki cür olur. Müsibət zamanı edilən zikir ki, gözəl və yaxşıdır. Ondan üstünü isə Allahın haramı ilə rastlaşan zaman sənə mane olmaq üçün Allahı yada salarsan. İmam Baqir əleyhissalam zikrin növləri barəsində buyurmuşdur. Dilin zikri həmd və sitayişdir. Canın zikri səy və çalışmaqdır. Ruhun zikri qorxu və ümiddir. Qəlbin zikri doğruluq və səmimiyyətdir. Ağlın zikri təzim və həyadır. Mərifətin zikri təslim və rizadır. Məqamın zikri liqallahdır. İmam Sadiq əleyhissalam nəql edir, yoxsullar və miskinlər Həzrət Peyğəmbərin xidmətinə gəlirlər və deyirlər, ey Allahın rəsulu, zənginlərin o qədər pulu vardır ki, qul azad edirlər, bizim yoxdur. Sərvətləri vardır, həccə gedirlər, biz getmirik. Sərvətləri vardır, sədəqə verirlər, biz vermirik. Cihad etmək üçün vasitələri vardır, bizim yoxdur. Nəticədə biz bu əməllərin savabından məhrumuq. Həzrət Peyğəmbər buyurur, hər kim 100 dəfə Allahu Əkbər deyərsə, 100 qul azad etməkdən daha yaxşıdır. Hər kim 100 dəfə Subhanallah deyərsə, 100 dəvə qurban etməkdən daha yaxşıdır. Hər kim 100 dəfə Əlhamdülillah deyərsə, Allah yolunda cihad üçün 100 at yəhər və atlısı ilə birlikdə göndərməkdən daha yaxşıdır. Hər kim 100 dəfə La ilahə illallah deyərsə, həmin gün əməl cəhətdən ən yaxşı insandır.